Ümumiyyətlə, özgüvən nədir, necə formalaşır və özgüvən əksikliyi niyə yaranır? Özgüvən insanın öz gücünə, bacarığına və dəyərinə inanmasıdır. Uşaqlarda və yeniyetmələrdə bu xüsusiyyət həyat boyu onların uğurlarına təsir edir və gələcək uğurun təməli hesab olunur. Bəs özgüvən əksikliyi niyə yaranır? Daim tənqid olunmaq, başqaları ilə müqayisə edilmək, valideynin çox sərt və ya həddindən artıq qoruyucu olması uşağın inamını sındıra bilər. Fikirlərinə dəyər verilməyən uşaqlar gələcəkdə özlərinə güvənməkdə çətinlik çəkirlər. Məsələn, bir uşaq ilk dəfə rəsm çəkir, əgər valideyn bu nə rəsmdir, heç nəyə bənzəmir deyirsə, uşağın öz bacarığına inamı azalır və hər yeni cəhətdən qorxmağa başlayır. Həmin an uşağın içində özünü ifadə etmək istəyi ilə qorxu arasında sanki bir savaş baş verir. Psixoloji baxımdan bu, uşağın içərisindəki narahatlığı, gərginliyi boşaltmaq üçün tapdığı qeyri-sağlam bir üsuldur. Bəs valideynlər nə etməlidir? Uşağı dinləmək, fikirlərinə hörmətlə yanaşmaq, başqaları ilə müqayisə etməmək, kiçik uğurlarını belə qiymətləndirmək və ən önəmlisi səhv etməsinə icazə vermək. Çünki səhv öyrənmənin bir hissəsidir. Unutmayaq ki, özgüvən uşaqlıq dövründə formalaşır və uşağın özgüvəni onun gələcəkdə daha cəsarətli, yaradıcı və uğurlu olmasının bir açarıdır.